Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecma'in minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrahli sadri ve yassirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah ibadət itaətimizi qəbul eləsin. Allah Teala bizi bəyəndiyi bəndələrdən qərar versin. Dünya və axirət Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifaətini bizə nəsib eləsin. Bu orucluğun feyzindən, bərəkətindən, rəhmətindən, məğfirətindən bizə də İnşallah aid eləsin. Allah bizi bu orucluqdan əli boş çıxanlardan qərar verməsin. Allah Teala Muhammed, Ali-Muhammed xatirinə bu neçə gün qalan günlərdə də bizə ibadət və itaət köməklici eləsin. Möminlərin elədiyi duaları qəbul eləsin. Allah inşallah hamıya beş qapılarını açıq qoysun, cəhənnəm qapılarını bağlasın. Və nəhayət Allah ağamız İmam Zamanın zuhurun təcil eləsin. Bizi də onu dərk eləyənlərdən qərar versin inşallah. Duamız bu günləri Bismillahirrahmanirrahim. Allahümme inni əsəlükə ma fihi, əsəlükə fihi ma yurzik. Allahümme inni əsəlükə fihi ma yurzik. Allah bu gündə səndən istəyirəm. Səni razı salan şeylər, o yerdə ki, sənin rızayətin var, razılığın var, o şeyləri səndən istəyirəm bu ayda və bu gündə. Allahın razılığı mövzusu geniş mövzudur. İnsanın boynuna gələn bütün vacibatların hamısı Allahın razılığını cəzb eləməkdən ötürüdür. Və haramlar, günahlar, o qadağalar ki var, tərk olunmağı hamısı vacibdir. Onlarda da tərk eləməklik Allahın rızayətini cəzb eləməkdən və cəlb eləməkdən ötəridir. Və insanın dəyəri, qiyməti keçən dəfələrdə dedik ki, onun əməlindən asılıdır, Allaha bağlılığından asılıdır. Əslində Allah Teala insana əməl eləyib, Allah Teala'nın rızayətini ələ gətirməyə ehtiyaclıdır. Nə də Allah Teala o bəzi günahları tərk edib insan və yaxşı bəndə olub, yenə də Allahın rızayətini ələ gətirməkliyə möhtac deyir. Allah Teala bunun nə bu birisindən, nə də bu birisindən ehtiyaclıdır. Sadəcə bəndənin dəyəri, bəndənin üstünlüyü, bəndənin fəziləti Allahın razılığını cəzb eləmək və cəlb eləməkdədir. Bəndə onda deyək, o bir dənə meyardır, bir dənə ölçüdür. O insan necə insandır, dəyərli insandır, yaxşı insandır, fəzilətli insandır, bəyənilmiş insandır. Bəli, niyə üçün Allah bundan razıdır? Fələsəvfə yu'tikə rabbuka fətərzə. Allah bəzən hətta nədir? O razılığın, insanlar bir həddə, bir mərhələyə çatırlar. Onların razılığının ələ gətirməkliyinin Allah Teala zəmanətini verir. Deyir, məsələn, sözü belə çıxır, mən razıyam, səni də özümdən razı salacam. Dünya, gecə, gündüz, hamı Allah tanıyanlar çalışırlar Allahın razılığını ələ gətirsinlər. Amma bu adama Allah Teala Həzrəti Peyğəmbərə özü zəmanət verir ki, mən səndən razıyam və ləsəvfə yu'tikə rabbuka fətərzə. Sənin Allahın tezliklə sənə nə edəcək? O miqdarda əta eləyəcək, verəcək ki, sən nədir? Razı qalasan. Səni, yəni mən razı salacam. Bu insanın dəyərindədir. Bu insanın şərəfi, izzəti, varlığı, böyüklüyü hamısı o Allahın razılığının nədir? İçərisindədir. Yaxşı və başqa ayələr, başqa sözlər varımızdır. Raziyətən mərziyyə, məsələn, Allah onlardan razı, onlar da Allahdan razı. Ya eyyuhəl-ləzina amanu in yertəddə minkum an dini fəsafə yu'tillahi bi qawmin yuhibbunehu və yuhibbunəllah. Allah Teala onları sevir, onlar da Allah Teala'nı sevirlər.
Əgər sizlərdən kim dində mürtəd olsunuz, dindən çıxsınız, bu dindən uzaqlaşsınız. Yox, mən dayı, bəziləri elə bilirlər ki, dindən çıxanda dinə nəsə olur. Məsələn, namazı tərk edəndə dinə nəsə olur. O sərçə ağaca qonmuşdu, ağaca dedi ki, ehtiyatlı ol, mən uçub gedirəm. Ağac dedi ki, sən gələndə mənim xəbərim olmamışdı, onda qalmışdı, gedəndə mənim xəbərim olur. Bəziləri elə bilirlər ki, bu dindən çıxıb getsə, din xaraba qalacaq, din nə olacaq? Quran-ı Kərimdə ayə deyir ki, Peyğəmbərə buyurur Allah Teala ki, bunlar sənin boynuna İslamları minnət qoyurlar. Təmannun əleykə İslaməhum. O ki, dinə, İslama gəlmələrini sənin boynuna minnət qoyurlar. Amma sən onlara denən ki, Allah Teala sizin boynunuza minnət qoyub, ən hədakum, sizi hidayət edib. Əsl minnətli sizsiniz ki, Allah Teala sizi neyinəyib, hidayət edib. Burada da həmin bu ayədə deyir ki, birdən siz kimlərsə dindən çıxıb geçsiniz, dinə əhəmiyyət verməsiniz, güya məsələn, dinin evi yıxılacaq, yox, heç nə olan deyir. Allah Teala sizin əvəzünüzdə bir dəstəni gətirəcək, o dəstəni Allah Teala özü sevəcək, o dəstə Allah Teala'nı da neynəyəcək? Yaxşı sevəcəklər. Yəni, Allahın onlara məhəbbəti olacaq, onların da Allaha məhəbbəti olacaq. Bunlar Allahdan razı, o Allah Teala da onlardan nədir? Razı, özə sevəcəklər, yuhibbunəhu və yuhibbunəllah. Yaxşı, yuhibbuhum və yuhibbunəllah. Allah onları sevəcək və onlar da Allahı sevəcəklər. Yəni, Allah bu qədər bunlardan razı qalacaq. Nə olacaq? Bunların sevgisi Allah dərgahına ucalacaq və Allahın sevgisi onların üzərinə gələcək. Həmin o əməllərin vasitəsilə. Vədəllahul müminə vəl-müminat cənnatin təzri min təhtiyələnhar xalidinə fiyha. Bu ayədə də Bəqərə 72-ci ayədə Allah mömin kişilərə, mömin qadınlara vədə verib. Nə vədəsi verib? Buyurur ki, cənnatin təzri min təhtiyələnhar. Behişt vədəsi verib. O behişt elə bir bağ-bağatdır ki, ağacların altından arxlar axır, sular axır, nə bilim, müxtəlif xoşa gələn o işlər balından, südündən rivayətlər, hədislər müxtəlif formada deyirlər. Amma məsələn, behiştin balı barəsində Əsəlin Müsəffa ki, bu da məşhurdur varımızdır. Yaxçı, amma hər halda hələ bir behiştin özü, hələ tərkibində nə var işimiz yox. Cənnatun təzri min təhtihəl ənhar xalidinə fiyha. Başqa ikinci xüsusiyyəti behiştin, nədir? Behişt əhlinin orada əbədi olmasıdır. Xalidinə fiyha. Behişt əhli orada əbədi olacaqlar. Bundan sonra nə olacaq? Və məsakinə təyyibətin. Və bu, behişt əhlinin pak olan məskənləri olacaqlar orada. Sakinləşməyə pak olan nə olacaq? Məskənləri olacaq, yerləri olacaq. Özdə fi cənnati ədnin, cənnati ədnidə. Bu da behiştin mərhələləri var orada. Məsələn, o maddi yerləri var, bir yerlərdə var ki, o mücərrəd yerlərdir. Əli əleyhissalam deyir ki, o behiştin maddiyyatı sizin cismizin elə bil nə idi? Cavabıdır, cismizin payıdır. Amma o rizvan, ədn, o yuxarı hissələr ki var, onlar ruhuzun nə idi? Payıdır, ruhuz. Allah Teala onu ruhuza pay eləyib. Sonra və rizvanun minəllah. Bir də Allahın razılığı var. Allahın razılığı var. Özdə deyir, Allah Teala mömin kişilərə, mömin qadınlara vədə verib bu formada bir behişti. Ondan da sonra Allah Teala'nın mömin qadın və mömin kişidən bir dənə nəyi var? Razılığı ola bilər. Allah ondan razı olsun. Və rizvanun minəllahi əkbər. Bu saydıqlarımızın hamısından üstün Allahın insandan razı qalmalığıdır. O behiştin bütün o nemətləri ilə bir yerdə hamısından üstünü Allahın razılığıdır. Zalikə huvel fawzul azim. Behiş də yaxşı şeydir. Amma Allahın razılığını əldə eləmək, həmin o məqama çıxmaq böyük bir feyzidir.
böyük bir paydır. Əfəmən ittəbəə rizvanəllahi kəmən baə bi səxətin minəllah və məəvahu cəhənnəm və bi'səl məsir. Allah Teala Ali İmran surəsinin 162-ci ayəsində buyurur ki, deyir, əfəmən ittəbəə rizvanəllah, Allahın razılığını satan var ha, kəmən baə bi səxətin minəllah, o Allahın qəzəbin, yəni Allahın rizvanın, razılığın qazanan, belə qəzəbin qazanan kimidir. Xeyr, əsla belə deyir. Allahın razılığın qazanan nədir? Qəzəbin qazanan kimidir. Qəzəb qazananda və məvahu cəhənnəm, Allahın qəzəbinə düçar olan, Allahın qəzəbinə tuş gələn, əslən Allahın razılığın cəzb eləmək eləyənlə müqayisə olunası bir insandır. Niyə? Çünki bunun və məvahu cəhənnəm, o Allahın qəzəbinə düçar olanın məvası cəhənnəmdir. Gedəcək yeri cəhənnəmdir və bi'səl məsir. Allah Teala da buyurur ki, nə pis yerə gedirsiniz, nə pis yolunuz var sizin. Məsir yol mənasınadır. Məqsəd aparıb cəhənnəmə çıxardan yol ki, nə pis yoldur. İndidən nə pis yola düşmüsünüz, haranı seçmişsiniz. Allahın razılığı olan gül kimi yollar var, hidayət yolları, nurlu, işıqlı yollar. Amma siz indidən düşmüsünüz qaranlıq yollara ki, axırız məlumdur, bəli. Çox qaranlığa gedənin axırı məlumdur, bilinmir hələ hara gedib çıxacaq. Amma bəzi insanlar var, onlar qaranlığa gedirlər, qaranlıq yolla gedirlər və elə indidən məlumdur onların aqibəti. Yəni bu yol, bu dağın o özü deyir, görək nətər olacaq. Bu yol tam açıq aşkar yoldur ki, aparır cəhənnəmə, zalikə vəl fawzul və məvahu cəhənnəm və bi'səl məsir. Onun gedib oturacaq yeri cəhənnəmdir və çox da pis yerə gedir, çıxır. Allah qorusun hamını o yoldan. Yaxşı, Loğman oğluna vəsiyyət eləyəndə deyirdi ki, ya bu nəyyən mən yərid rizvanəllah yəsxut nəfsəhü kəsirən və mən la yəsxut nəfsə la yərcəbi. O, Allahdan razılığı cəzbələcinən, istəcinən, Allahdan razılıq alcinan, əgər razılığı almasın, Allahın qəzəbi ilə üzbəüz olasın. Yaxşı, və sonra İmam Əli əleyhissalamla da Allahın razılığın cəzb eləməyə, cəlb eləməyə, Allahın razılığını ələ gətirməyə çoxlu hədislər var. Biri də Əli əleyhissalamla olanlardan biri də deyir, səlasun yəbluğnə bil ədvi rizvanəli. Ya Əli, Allahın razılığına necə yetişək, necə çataq, necə Allahı özümüzdən razı salaq, necə eləyək Allah Teala bizi sevsin. Həzrət buyurur ki, kəsrətül istiğfar, istiğfarınızı çox olun, tövbəyinizi çox olun. Ondan sonra günahlarınızdan tez-tez yad eləyin, zehniniz başqalarına danışmayın, amma yad eləyin, zehninizdə danışın öz-özünüzə, Allahla nəcva eləyin. Allah, mən bu günah eləmişəm, səhv eləmişəm, peşman olun günahdan, belə həqiqi peşman olun günahdan. Elə bil ki, o günaha görə atırlarsan cəhənnəmin içərisinə, necə istiğfar elərsən orada, necə istiğfar elərsən, necə məsələn Allaha yalvararsan. Elə gərək yalvaraq Allaha. Kisrətül istiğfar özdə çox istiğfar eləyib və xifsül canib və gözümüzü qoruyaq, ətrafımızı qoruyaq, özümüzü qoruyaq. Ondan sonra naməhrəmdən filandan, belə şeylərdən, haramdan, Allahın hüdudlarına hörmət eləyək, Allahın qanunlarına hörmət eləyək. Allahın qanunlarının hamısı bizim əzəmətli, izzətli və aqibət və xeyr olmağımıza xidmət edir. Onlara riayət eləyək və kisrətüz sədəqə, bir də Həzrət buyurur ki, sədəqələrinizi biraz çoxaldın. Sədəqə, hamımız bilirik də sədəqə lazımdır. Çox olsun, elə az da olsa, 10 qəpik də, 5 qəpik də, 20 qəpik də olsa, Allah onu sədəqə hesab edir. Həzrət buyurur ki, sədəqələrinizi də çoxaldın ki, Allah Teala sizə neynəsin? Sizə elə bil razılığı çoxalsın, məhəbbəti çoxalsın. Bir dənə də hədis
Əli əleyhissalamdan var. Buyurur ki, İnnallaha təbarək və teala əxfa ərbəətən fi ərbəətin. Allah Teala 4 dənə şeyi də gizlədir. Onlardan biri də o 4 dənə işimiz yoxdur. Birin biz mövzumuzdur. Əxfa rizahu fi taati fəla yəstəstirənə şeyən min taati fərubbəmə vafəqə rizahu və əntə Allah Teala. Allah Teala neçə şeyi də gizlədib. Deyir, Allah Teala da razılığını əməllərin içərisində gizlədib. Yəni, ola bilər Allahın razılığı namazda da, ola bilər orucda da, ola bilər sədəqədə də, ola bilər istiğfarda da. Həzrət buyurur ki, ona görə də heç vaxt siz neynəməyin, Allahın əməllərin heç birini kiçik saymayın. Niyə? Çünki mümkün də Allahın ən çox sevdiyi əməl, elə həmin əməl olar ki, sən də ona əhəmiyyət verməsən. Bu 4 dənədən də biri Allah öz dostların, insanların içərisində gizlədib. Allah öz dostlarını insanların içində gizlətməklə bütün möminlərə, Allah'a iman gətirən insanlara bir dənə göstəriş verib ki, mənim dostum bu insanların içərisindədir. Və ehtiyatlı olun, bilməzsiniz, sizin təhqir elədiyiniz adam, sizin əhəmiyyət vermədiyiniz adam, sizin cavab vermədiyiniz adam, sizin üz göstərmədiyiniz adam, yaxşı rəftar eləmədiyiniz adam, əyri baxdığınız adam mümkün də Allahın dostu olsun. Və Allahın dostu olar, sən də onu kiçik sayarsan, təhqir edərsən, sözünə cavab verməzsən, ondan sonra çətinliyi olanda əl yetirməzsən, sabah qiyamətin günündə Allahdan istəyəndə ki, və mənim dadıma yetiş, Allah Teala deyəcək və sən mənim dostumun dadına niyə yetişmədin? Mənim dostuma niyə kömək eləmədin? Bir gün də gəlmirsən, nə istəyirsən? Məndən kömək istəyirsən. Ona görə deyir ki, heç kimi təhqir eləməyin, heç kimə yüngül baxmayın. Hamı bir şəkildədir, hamı Allahın bəndəsidir, hamı da Allahın yanında hörmətlidir, əzizdir. Hamısına görə hörmət eləyəsən, o bir nəfərə neynəməkdən ötürü, görə Allahdan razılıq almaqdan ötürü. Yaxşı, Allahın razılığını cəzb eləyən şeylərdən də biri nədir? Həzrəti Musa Allah Teala'dan soruşur. Allah Teala bir xeyli söz deyir Həzrəti Musa'ya. Axırıncısı budur ki, deyir, ya Musa, innə rizaya fi rizak bi qəzaya. Ya Musa, istəyirsən mənim səndən razılığım olun. Mənim razılığım sənin, mənim qəzalarıma neynəməyindir, razı olmağındır. Bu gedişat ki var, bu işlər ki olur, bu hadisələr ki olur. Xüsusən mənim o Əbu Həmzə Somalinin axırıncı o kəlməsində deyir ki, və rəzdini minəl eş bima qəsəmtəli. Allah o mənə ayırdığım payda razı olub yaşamağı mənə qismət eləcəkən. O pay ki, mənim üçün almışsan, bu həyat ki, mənim üçün ayırmışsan və rəzdini, məni ondan razı sal. Burada da Həzrəti Musaya Allah Teala deyir ki, deyir, sənin nədir? Mənim səndən razı qalmağım, sənin o qəzalara neynəməkdir? Razı qalmağındır. Mən ləm yərzə bi qəzai və ləm yəşkur əla ne'mai fəliyyətlub rəbbən səvai fəliyyəxruz təhtə səmai ki, mənim verdiklərimi, qəzalarıma nədir? Razı olmayacaqsa, ondan sonra verdiklərimə şükr eləməyəcəksə və ləm yəsbir əla bəlai göndərdiyim imtihanlara səbr eləməyəcəksə fəliyyətlub rəbbən səvai məndən başqa bir dənə Allah tələb eləsin fəliyyətxul tərtəssəmai və mənim yerimin altından da üstən, göyümün altından da çıxsın. Ya məşərəl insi vəlcin Ər-Rəhman da deyir, İstətətü mən tənfizu min əqtaris səmavat var. Əgər kömək imkanınız varsa, yerin göyün altından, üstündən çıxın gedin. La fənfizu, la tənfizuna illa bir sultan. Bu başdan da deyirəm, özdə əziyyətə salmayın, heç yerə gedəməyəcəksiniz. Hara getsiniz, Allahın padişahlığı da, hara getsiniz, Allahın hakimiyyətidir. Ona görə ən yaxşısı, neyniyəsiniz? Siz elə Allahın dediklərinə əməl edirsiniz. Bəs bugünkü duamız ibarət oldu bundan ki, Allahümmə inni əsəlukə fihi ma yurzik. Allah, səndən bu ayda istəyirəm ki, səni razı salan şeyləri mənə qismət eləyəsən. Ondan sonra və əsəlukə və əuzu bikə mimma yuzik. Allah, bu gündə pənah aparıram
o səni incidən, səni narazı salan yaxşı şeylərdən çəkinməkliyə kömək eləyəsən mənə. Və əsəluka tövfiqə fihi liən ətik. Allah səndən köməklik istəyirəm, çox köməklik istəyirəm. Həddindən artıq köməklik istəyirəm. Nə üçün? Sənə itaət eləməkdən ötürü. Sənə itaət eləməkdən ötürü çox köməklik istəyirəm. Liən ətik və la əhsik. Özdə bir var, adam məsələn namazda qılır, bir qeybət deyilir, orucda tutur, nə bilim, o bir günah deyir. O günkü duada biz istəyirik ki, Allah, sən bizə kömək edəsən, biz itaət eləyək və la əhsik və günah da eləməyək. Enerjimizi ancaq itaətə sərf edək. Günahdan da uzaq olaq. Ya cəvadəl sailini, istəyənlərin, hacəti olanların qarşısında nədir? Onlara qarşı ən səxavətdir. Əl açanlar üçün ən səxavətdir Allah. Allah Muhammed, Ali Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin və bizi özünün razı qaldığı bəndələrindən qərar versin. Əməllərimizi xalis qəbul olunmuş və inşallah dualarımızı qəbul olunmuş və bütün müminələrin Allah inşallah iltimas edənlərin dualarını qəbul eləsin, xəstələrimizə şifa versin. Allah özü və İmam Zamanı bizdən inşallah razı qalmaqdan ötürü bizə tövfiq versin. Və səlamu aleykum və rəhmətullah və bərəkatuhu.